Bu forklifti sadəcə sürmürəm, onun sıfırdan necə hazırlandığını da yoxlayıram. Çində iş belədir. Sifariş gəlir, biz gözləmirik. Özüm gedirəm zavoda. Çünki kağız üzərində hər şey yaxşı görünə bilər, amma real keyfiyyət yalnız yerində bilinir. 8 saatlıq sürət qatarı yolundan sonra zavoda çatıram. Burada hər şey sıfırdan başlayır. Bütün metal hissələri özləri kəsir, formaya salırlar. Burada edilən kiçik səhv sonradan böyük problem deməkdir. Boyama təkcə görünüş üçün deyil, düzgün edilsə paslamanın qarşısını alır və ömrünü uzadır. Ən kritik hissə motor və korobkanın yığılması. Burada iki seçim var. Ya Mitsubishi Yapon mühərriki ya da Çin istehsalı mühərrik. Bu da artıq hazır məhsuldur, amma iş burada bitmir. Hər forklift real yüklə test olunur. Və son olaraq özümü sürüb yoxlayıram, çünki göndərdiyim məhsulun məsuliyyətini daşıyıram. İş bitəndən sonra ödənişi eləyirik, halallaşırıq və zavod sahibi məni şam yeməyinə aparır. Sonra isə məni otelə qədər yola salırlar. Çində iş münasibətləri belə-belə qurulur. Mən Çində yaşayıram. Sənin üçün doğru fabriki tapıram, keyfiyyətə nəzarət edirəm və məhsulu problemsiz sənə çatdırıram. Daha belə videolar üçün izləməyi unutma.